Yeyən hər kəsi özünə heyran qoyan vişnəli keks reseptini sizlərlə bölüşəcəm. İlk olaraq çırpma qabına yumurta, şəkər tozu, şəkərli vanil əlavə edib mikser vasitəsilə qarışdırırıq. Daha sonra üzərinə duru yağ və süd əlavə edib qarışdırmağa davam edirik. Quru ərzaqlar un, qabartma tozu və kakaonu bir kənarda qarışdırıb xəmirimizə əlavə edirik. Hazır xəmiri bişirəcəyimiz formaya əlavə edib bir kənarda gözlədirik. Xəmirin tərkibində olan kremi hazırlayırıq. Yumurta, şəkər tozu, un və labne pendiri əlavə edib qarışdırırıq. Və qaşıq-qaşıq xəmirin üzərinə əlavə edirik. 190 dərəcəli isidilmiş sobada 40-45 dəqiqə bişiririk. Sos üçün vişnə, şəkər tozu, su və kraxmal əlavə edib bişiririk. Soyuq sosu hazır olan keksin üzərinə əlavə edirik. 3-4 saat soyuducuda gözlədirik. Çox dadlı, çox ləzzətli keks olur. Yeyən hər kəsi özünə heyran qoyur. Çayın yanına çox yaraşır. Buyurub siz də hazırlayın. Hazırlayıb yeyən hər kəsə nuş olsun.